Salam balaca birincilər, hər birinizi kanalımda xoş gördük. Biz sizinlə bu günləri Azərbaycan dili iş dəftərimizin ikinci hissəsində olan vətənimizi sevmək fəslinə aid olan tapşırıqları işləyəcəyik. Bundan əvvəlki videomda mən bu mövzulara aid izahını vermişəm. İstədiniz orada baxıb sizə qaranlıq qalan tapşırıqları işləyə bilərsiniz və o tapşırıqları, o mətnləri orada oxuduğunuza görə mən təkrar burada Zöhrənin qələbəsinin adını istəyərək oxumayacağam, birbaşa tapşırıqları keçirəm. Birinci tapşırıqda bizə deyir ki, şəkillər əsasında neynə plakat, hekayə yaz və burada açar sözlərə baxaraq ki, plakat, zibil, çirkli ərazi təmizləmək. Yəni əvvəlcə kiçik bir hekayə quraq, uzun olmasın ki, burada yerləşsin. Məsələn, nə var burada? Şəkillərdə nə görürük? Görürük ki, uşaqlar plakat hazırlayırlar və orada vətənimizi sevək şüarını yazırlar. Bu şüarı, bu plakatı hazırlamaqlarına səbəb nə olur? Onlar ətraf aləmi, ətrafı parkda gəzərkən görürlər ki, zibilləri və o zibilləri yığırlar. Digər uşaqları da bu işi görməyə həvəsləndirmək üçün belə bir plakat hazırlayırlar. İndi biz bunu belə uzun formada təbii ki, yaza bilməyəcəyik. Ona görə də nə edirik? Bunu qısaldırıq. Yazırıq ki, ətrafı qısa yazmağa çalışacağım. Ətrafı çirkli görən uşaqlar neynədilər? Plakat hazırladılar. Ətrafı çirkli görən uşaqlar plakat hazırladılar. Hazırladılar və orada neynədilər uşaqlar? Orada vətənimizi sevək şüarını yazdı. Vətənimizi sevək sözünü mən dırnaq içində yazacağım. Çünki bu bir şüardır, bu bir məsləhətdir, əmr cümləsi formasında. Ona görə də mən bunu dırnaq içərisində yazacağım. Sizə bir balı çətin gəlməsin. Zamanla inşallah bunların hər birini rahat öyrənəcəksiniz. Orada vətənimizi sevək. Şüarını yazsam siz şüar keçməmisiniz də belə yazaq. Orada vətənimizi sevək fikrini yazdılar. Və yaxud da cümləsini yazdılar. Şüarını da yaza bilərsiniz. Sadəcə şüar keçməmisiniz deyə mən çox istəmədim elə keçmədiyimizi yazaq. Keçirik B tapşırığına. Şeirdə boşluqlara uyğun sözləri artır. Sözlərimiz yurdum, bayrağım, Azərbaycan uca. İndi şeiri oxuyuruq. Sənə zirvə yaraşır. İgid elimdən güc al. Bayrağı başım üstə dalğalan. Görürük ki, uşaqlar, bayrağı söhbət hansı bayrağa gedir? Təbii ki, Azərbaycan bayrağı. Ona görə də buraya yazırıq ki, inşallah mən də səliqəli yerləşdirərəm. Azərbaycan. Gəldi, çıxdıq onun üstünə yenə də. Azərbaycan bayrağı başım üstündə neynə? Uca. Görürsünüz uşaqlar, sözlər qafiyələnəndə biz onları rahatlığına tapa da bilirik. Bax, güc al, uca. Buraya yazırıq uca. İkinci bəndə baxırıq. Səni inməyə qoymaz. Ana nə? Ana təbii ki, yurdum, dayağım. Harda qalib oluruq? Sən dalğalan, bayrağım. Deməli, ana, yurdum. Bura sərgəli formada yurdum yazırıq. Bura isə təbii ki, bayrağım yazırıq. Bayrağım. Siz eləyin ki, nidanı keçməsin. Nidaya qədər bayrağım sözünü yerləşdirin. Burada da ucalı da yerləşdirin. İndi keçək siz nə? Səhifə 28-ə. Səhifə 28-də bayaq dediyim kimi Zöhrənin qələbəsinə aiddir və mən bu mətnin hər iki hissəsi üzərində olan tapşırıqları işləyib izahını vermişəm. Ona görə də birbaşa keçirik tapşırığımıza. Deyir, mətnin planını oxu. Aşağıda planın hər başlığına uyğun 2 cümlə verilmişdir. Deməli, bizə aşağıda cümlələr verib və mətnin planında 3 dənə plan başlığı verib. Zöhrə çıxışa hazırlaşarkən, ikinci Zöhrənin çıxışları, üçüncü yarışın sonu. Və burada bizdə 6 dənə cümlə verib. O cümlələri oxuyub qarşısına nömrələyəcək. Hansı başlığa uyğun gəlirsə, onun nömrəsini yazacaq. Birinci cümləni artıq özləri qeyd ediblər. Zöhrə topla çıxış edərkən ayağı büdrədi. Bu hara aiddir? Zöhrənin çıxışlarına və özləri də ikini yazıblar qarşısında. Biz ikinci cümləni oxuyuruq. Zöhrə əlində tutduğu üç rəngli bayrağı öpdü. Bu nə zaman baş vermişdi? Bu o zaman baş vermişdi ki, Zöhrə nə edirdi? Zöhrə çıxışa hazırlaşırdı. Buraya yazacağıq 1. İdman arenasında Azərbaycan himni səsləndi. Bu təbii ki, yarışın sonundadır. Yarışın sonunda olduğuna görə bura 3 yazacağıq biz. Yarışın başlamasına az qalırdı. Yarışın başlamasına az qalırdı. Bu nə idi? Zöhrə çıxışa hazırlaşarkən. Təbii ki, bu da 1-ə aid olacaq. O bütün gücünü toplayıb məharətini göstərdi. Bu Zöhrənin çıxışları ərəfəsində baş verdi ki, ayağı büdrəyəndən sonra nə elədi? Bu 2-yə 1 oldu.
Hə, bura 2 yazırıq və Zöhrə rəqibləri arasında ən hündür kürsüdə dayanır. Təbii ki, bu 3-də baş verir və yarışın son hissəsində baş verirdi. Və keçirik biz ikinci tapşırığa, B tapşırığına. Hansı sözlər Zöhrənin xarakterini ifadə edir? Altından xətt çək. Çalışqan, xeyirxah, vətənpərvər, tamahkar, məharətli, iradəli, tənbəl. Təbii ki, çalışqan Zöhrəyə aid xüsusiyyət idi. Xeyirxah deyəndə burada xeyirxahlıqla bağlı bir əslində Zöhrəyə aid eləmək, amma sırf mətnimizlə əlaqəli götürsək, xeyirxahlığı ona götürmürük biz. Zöhrənin sırf burada məharətindən söhbət gedir, vətənpərvərliyindən, çalışqanlığından söhbət gedir, xeyirxahlığından yox. Vətənpərvər təbii ki, götürürük, tamahkar təbii ki, aid deyil, məharətli idi və iradəli idi Zöhrə. C tapşırığına baxırıq. Sözə uyğun şəkli tap və altında uyğun rəqəmi yaz. Birinci şəkildə biz nə görürük? Elə top görürük və top rəqəmi 3 ilə ifadə olunub deyə biz bura 3 yazırıq. İkinci isə kürsü idi. Ən hündürə dayanan Zöhrə, həmin o kürsü. Bura 1 yazırıq kürsünün rəqəmini. 3 lentli, lentli üzr istəyirəm, halqadır və halqanı da bura yazırıq 4-dür nömrəsi. Medal, qaliblik bu 5-dədir. Lent də ikincidə verilib deyə 2-ci rəqəmini bura yazırıq və sonra keçirik səhifəmizdəki sonuncu tapşırığı. Burada bizə nə deyir? Cümlələrdə buraxılmış sözləri əlavə edib köçürün. Deməli, biz köçürəcəyik sözləri verib məharətlə, medal, beynəlxalq bal arenasında. Deməli, Zöhrə yarışda iştirak edirdi. Zöhrə hansı yarışda iştirak edirdi? Təbii ki, beynəlxalq yarışda iştirak edirdi. Çünki müxtəlif ölkələrin birlikdə iştirak etdiyi bir yarışı. Təkcə Azərbaycan ölkəsi deyildi, digər ölkələr də var idi. Beynəlxalqa mən gəldim, çıxdım bura, siz sərgəli yazın ki, nöqtələrin üzərində dayansın. Zöhrə çıxış etdi. Zöhrə necə çıxış etdi? Zöhrə təbii ki, məharətlə çıxış etdi. Ona görə də buraya yazırıq məharətlə. Məharətlə. Məharətlə çıxış etdi. Zöhrə 10 nə topladı? Bal topladı təbii ki. Bura balı yazırıq. 10 bal topladı. Zöhrə qızıl nə qazandı? Medal qazandı təbii ki. Medal. İdman nəyində Azərbaycan himni səslənir? Təbii ki, arenasında. Arenasında. İdman arenasında. Siz daha sərgə yazacaqsınız, bundan əminəm. İndi biz gəlin keçək növbəti tapşırığımızda işləyək səhifəmizdə. Çünki mən bunun izahını artıq əvvəlki videoda vermişəm. Ona görə bunda iş dəftərində izahını vermək istəyirəm. Mövzumuz ana dili ilə bağlıdır. Elə bu da vətənimizi sevək mövzusuna aiddir. Ona görə də bunu da istəyirəm onlarla birlikdə işləyim. Ana dilim şeirinin 1-ci misrasındakı bal sözü hansı mənada işlənmişdir? Yəqin ki, mətn sizin, üzr istəyirəm, həmin mövzu sizin yadınızdadır. Ana dilim bal kimi, danışmaqdan doymuram, mən o neçə dilin içində qoruyuram və s. kimi biz neyləmişdik, o şeiri oxumuşduq. Və burada bal sözü hansı mənada işlənmişdi? Şirinlik mənasında. Şirin qida hansıydı? Arılardan, arıların hazırladığı idi çiçəklərdən və ona görə bunu götürürəm. Yəni birincini götürürəm. Sonra sözləri izahlara uyğunlaşdır. Nağıl nə idi? Deməli, körpəni yatırmaq üçün söylənən şeir, adətən sehirli qüvvələrin iştirak etdiyi əsər, hərflərin sırayla düzülüşü. Təbii ki, nağılda nə olurdu? Sehirli qüvvələr olurdu, sehirli varlıqlar olurdu və bunu bundan birləşdiririk. Əlifba nə idi? Əlifba hərflərimizin sırayla düzüldüyü bir cədvəl idi. Layla da körpəni yatırmaq üçün analarımızın və nənələrimizin söylədiyi şeir formasıdır. İndi bizə nə deyir? Deyir ki, Laylada qafiyələnən sözləri köçür. Laylay dedim yatasan, qızılgülə batasan. Qızılgülün içində şirin yuxu tapasan. Bizim qafiyələnən sözlərimiz yatasan, batasan, tapasan. Və biz onlara burada neynəyəcək? Köçüründür. Biz də köçürdəcək. Yatasan, batasan və tapasan. Və sözün yazmalıyım. Tapasan. Üçüncü tapasan. Çünki bizə bura yer verib, ona görə də biz bunların üçünü də alt-alta yazmalıyıq. Və keçirik nəyə? Altındakı o tapşırığın davamı var. Qafiyələnən sözlərlə bağlı uyğun cavabı qeyd elə. Ad bildirir, əlamət bildirir, hərəkət bildirir, say bildirir. Yatmaq, yatıram, nə edirəm? Yatıram, batıram və yaxud da tapıram, nə edirəm? Tapıram. Bunlar hamısı nə bildirir uşağa? Təbii ki, hərəkət bildirən sözlərdir. Keçək səhifəmizin sonuncu, daha doğrusu Ç tapşırığına bizə nə deyir? Şeirdən seçilmiş sözləri əlifba sırası ilə yaz. Əlifba sırası dediyinə görə biz bilirik ki, hərflərin ardıcıllığına uyğun qeyd edirik. Birinci əlifbamız nə ilə başlayır? A hərflə. Təbii ki, biz burada birinci ana sözünü yazacağıq. Ana və vergül qoyacağıq. A-dan sonra B hərfi gəlir və burada bu ilə bayrağı var. A, B, C, Ç, D. D ilə var, dil var. E, Ə, F, G, H, H, X, H. H ilə himni yazırıq. Və sonra təbii ki, bir dənə Y qalıb. Artıq əlifbanı saymağa ehtiyac yoxdur. Bilirik ki, yılının yurdu yazacaq.
siz səliqəli yerləşdirərsiniz. Deyir ki, ana dilim şeirinin son bəndini bir cümlə ilə ifadə et. Ana dili şeirinin son bəndi nə idi? Çox sevirəm yurdumun bayrağını, himnini. Mən sevirəm anamı, həm də ana dilimi. Bu nə deməkdir? Bunu biz bir cümlə ilə ifadə edəndə necə ifadə edə bilərik? Başlığını özləri verirlər. Mən yurdumun hər bir nəyini sevirəm? Yaza bilərik məsələn. Mən yurdumun, gəlin elə onun sözlərimizə yazaq. Bayrağını, himnini və ana dilini sevirəm. Bu da oldu bir cümlə. Ana dilini burada bitişik görünür ama bitişik yazılmır ana dilini. Ana dilini sevirəm. Mən düşdüm aşağı ama siz çalışın düşməyin, səliqəli yazın. Bu da səhv 29-un izahı. Uşaqlar, növbəti izahlı videolarımızda görüşənədək ümid edirəm sizin hər biriniz üçün yararlı oldu. Hələlik.